söz verilir. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva. Hörmətli dövlət qurumunun nümayəndələri, qeyri-hökumət təşkilatı rəhbərləri, əziz xanımlar və cənablar. İlk növbədə hər birinizi qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağın Tərəqqisi naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azad Xankəndidə baş tutan Azərbaycan qeyri-hökumət təşkilatlarının 3-cü əməkdaşlıq forumunda salamlayıram. Xoş gəlmişsiniz. Forumun konstitusiya və suverenlik ili çərçivəsində məhz Xankəndində keçirilməsi təsadüfi deyil. Çünki Xankəndi sadəcə bir şəhər deyil, uzun illərin niskilinə son qoyan, xalqımızın qürurunu bərpa edən tarixi dönüş nöqtəsidir. Bəli, biz tam əminliklə deyə bilərik ki, Vətən müharibəsinin son zəfər dayanacağı məhz Xankəndidir. Çünki Xankəndi uzun illər separatizmin ideoloji və siyasi mərkəzi hesab olunurdu. Təsadüfi deyil ki, ölkə prezidenti andiçmə mərasimindəki nitqində bu məqamı xüsusi diqqətə çatdırır. Xankəndidə verdiyim səs, o qutuya atdığım bülten sadəcə bir bülten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. Artıq Azərbaycanda separatçılığa yer yoxdur. Bugün isə qarşımızda yeni bir mərhələ durur. Qurmaq, dirçəltmək və sülh dolu gələcək inşa etmək. İlk dəfə məhz ümumi lider Heydər Əliyevin müəllifi olduğu konstitusiyada birlik yaratmaq ideyasının əks olunması, müstəqilliyin ilk illərində formalaşan ictimai birliklər vətəndaş cəmiyyəti quruculuğuna ciddi təkan vermişdir. Dünyada mövcud olan uğurlu təcrübələr onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti əlverişli mühitdə daha səmərəli fəaliyyət göstərir. Əlverişli mühit dedikdə isə təkcə maliyyə dəstəyi deyil, həm də metodiki dəstək, eləcə də qanunvericilik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Məhz bu yolla biz ictimai dəyərlər zəncirini könüllü qoşulmanı təmin edə bilərik. İkinci forumdan keçən dövrə nəzər saldıqda əminliklə deyə bilərik ki, agentlik qeyri-hökumət təşkilatlarının da dəstəyi ilə bir çox uğurlu layihələr icra etmişdir. 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97% nəticə ilə yekunlaşdırmışdır. Qlobal Cənub QHT platformasının yaradılması isə Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsidir. Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən 1023 vətəndaş cəmiyyəti nümayəndəsi isə öz imzası ilə dəstək vermişdir. Bu, Azərbaycan vətəndaş cəmiyyətinin həyatında bir ilk idi. Bundan başqa, agentlik dövlət özəl QHT əməkdaşlığının ilk nümunələrini artıq yaradıb. Ekologiya Təbii Sərvətlər Nazirliyi, Qarabağ Dirçəliş Fondu və BP ilə uğurlu əməkdaşlıqlar həyata keçirilir. QHT-lərin inkişaf və mübadilə proqramları isə uğurla davam edir. Bildiyiniz kimi 6-cı inkişaf və mübadilə proqramı 18-19 oktyabrda Şuşada yekunlaşır və bununla da agentlik 500-dən artıq qeyri-hökumət təşkilatının bilik və bacarıqlarının artırılmasına nail olub. Gənc nəslin QHT sektorunda iştirakçılığının təşviq edilməsi məqsədi ilə müxtəlif ali məktəblərdə təqdimatlar davam etdirilir. Sabah isə Qarabağ Universitetində bu istiqamətdə yeni görüş baş tutacaq. Qərbi Azərbaycanlıların qayıdış konsepsiyasının irəli gələn təşəbbüslərə dəstək məqsədi ilə bugünə qədər agentlik 100-dən artıq layihəyə maliyyə dəstəyi göstərib. 2026-cı ildə qrant müsabiqələrində bu istiqamət əsas istiqamətlərdən biri olaraq qalıb. Növbəti formadək qısa müddətli hədəflərimizə gəldikdə isə Türk Dünyası Qeyri-hökumət Təşkilatlarının Həmrəylik Forumunun təşkili, qeyri-hökumət təşkilatlarının qanunvericilik sahəsində islahatların həyata keçirilməsi, Qlobal Cənub QHT platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi, agentliyin saytının yenilənməsi və elektron xidmətlərin təkmilləşdirilməsi, qeyri-hökumət təşkilatlarının beynəlxalq fəaliyyətinin təşviq edilməsi, Urban Forumda QHT-lərin fəal iştirakının təmin edilməsi kimi mühüm istiqamətlər fəaliyyətlərimizə daxildir. Odur ki, forum zamanı müxtəlif panellərdə səslənəcək təkliflər bizim üçün çox önəmlidir. Fikirlərinizi foyada yerləşdirilmiş ideya qutusu vasitəsilə yazılı şəkildə də təqdim edə bilərsiniz. Hörmətli forum iştirakçıları, əminəm ki, bugün keçirilən 3-cü forum faydalı fikir mübadiləsi üçün uğurlu platforma olacaq. Bu platforma hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı naminə konstruktiv əməkdaşlığa, milli maraqlar naminə vahid mövqe nümayişinə xidmət edəcək. Bugün Xankəndində və bütövlükdə Qarabağda yenidən həyat canlanır. Tikilən yollar, məktəblər, hava limanları
bunlar sadəcə infrastruktur deyil, yenidən doğulan Azərbaycan torpağının simvoludur. Azərbaycanın suverenliyi isə yalnız dövlətin deyil, hər bir vətəndaş cəmiyyəti üzvünün suverenliyidir. Çünki vətənin azadlığı həm də insanların azadlığıdır. Dövlətinə və torpağına sahib çıxmış Azərbaycan xalqı bugün öz doğma yurdunda alnı açıq, üzü ağ və qürurla yaşayır. Müharibəni qazandıqdan sonra regionda sülhü qazanmaq naminə əzmlə çalışan ölkə prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək xoşbəxt gələcəyinin binasını qurur. Bu binada bayrağımız uca, suverenliyimiz əbədi olsun. Bir daha forumun işinə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.